Salam dostlar, hər vaxtınız xeyir olsun. Sosial yardımla bağlı növbəti bir video ilə qarşınızdayam. Bugünkü mövzumuz isə sosial yardım sənədinin yoxlanılması qaydasıdır. Yəni sosial yardım sənədini sistemə daxil etmisiniz və yaxud da sizin yerinizə hər hansı bir şəxs sosial yardım sənədini sistemə daxil edib, amma bu sənədi vaxtında tez-tez yoxlamaq lazımdır ki, hər hansı bir problem olarsa bunu vaxtında aşkar edəsiniz. Son zamanlar sistemdə olan nasazlıqlar nəticəsində sistem sosial yardım sənədlərinə texniki imtina verir və bu barədə də sizin telefonunuza heç bir bildiriş gəlmir. Əgər sosial yardım sənədinizi vaxtında yoxlamasanız, bu imtinanı vaxtında görmürsünüz və bu da sizin sosial yardım almağınızın vaxtını uzadır. Onun üçün də özünüz və yaxud da ki, hər hansı bir şəxsə sosial yardım sənədini sistemə daxil etdirmisinizsə, göndərtdirmisinizsə, vaxtında girib yoxlamağınız vacibdir. İndi isə videoya keçməmişdən öncə zəhmət olmasa kanala abunə olaraq videonu bəyənin ki, bu video bir çox ailələrin qarşısına çıxsın ki, onlar da vaxtında sosial yardım sənədini yoxlayaraq öz sosial yardımları ilə bağlı məlumatlı olsunlar. Bunun üçün nə etmək lazım dostlar? Deməli, öz telefonunuzla Google Chrome tətbiqinə daxil olursunuz. Google Chrome tətbiqinə daxil olduqdan sonra isə yuxarıda axtarış hissəsinə sosial yardıma müraciət yazırsınız. Sosial yardıma müraciət yazdıqdan sonra axtarış verirsiniz və ilk çıxan elektron hökumət portalı ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi. Bunun üzərinə vurursunuz və burada yeni açılan pəncərədə isə xidmət başqa səhifəyə yönləndiriləcək. Bunun üzərinə vurursunuz və avtomatik sizi EMAS sisteminə yönləndirirlər. EMAS sisteminə giriş üçün isə sizdə burada digər üsul üzərinə vurursunuz və burada sizə 3 seçim verir. Yəni EMAS sisteminə girmək üçün 3 açar verir. Əgər SIMA imzanız varsa telefonda SIMA imza ilə, asan imza nömrəniz varsa asan imza nömrəsi ilə və yaxud da ki, fərdi identifikasiya nömrəsi ilə daxil ola bilərsiniz. Yəni bu 3 açardan hansı sizdə varsa, bunların biri ilə daxil ola bilərsiniz. SIMA imzanı Play Marketdən telefonunuza köçürərək qeydiyyatdan keçə bilərsiniz. İdentifikasiya nömrəsində həmçinin qeydiyyatdan keçə bilərsiniz. Asan imza nömrəsini isə satış yerlərindən alıb əldə edə bilərsiniz. Səhv etmirəmsə, vətəndaşlar üçün asan imza nömrəsi 18 manatdır bugünkü gündə. Deməli, indi biz identifikasiya nömrəsi ilə giriş edəcəyik. İdentifikasiya nömrəsi ilə giriş etdikdə burada identifikasiya kodunuzu və şifrənizi yazaraq sistemə daxil olursunuz. Dostlar, hal-hazırda sistemdə profilaktik işlər getdiyi üçün, texnik işlər getdiyi üçün siz sistemə daxil olarkən belə bir səhifə çıxacaq qarşınızda ki, sizin bu səhifəyə baxma hüququnuz yoxdur. Amma buna yəni aldırmayın, bu əsas səhifəyə qayıt üzərinə vurursunuz və əsas səhifəyə girirsiniz. Dostlar, əsas səhifə bax beləsinə çıxacaq qarşınıza, bax bu şəkildə çıxacaq. Burada gördüyünüz kimi şəxsi kabinet bölməsi var. Şəxsi kabinet bölməsinin üzərinə vuraraq şəxsi kabinetə girmək lazımdır. Şəxsi kabinetə girdikdən sonra isə sizin qarşınıza belə bir şey çıxacaq. Burada sizin fərdi şəxsi hesabınız çıxacaq. Yuxarı qaldırdıqca isə burada ondan sonra çağrı mərkəzinə, yəni 142 çağrı mərkəzinə etdiyiniz zənglər görünəcək. Ondan sonra isə ünvanlı dövlət sosial yardım. Ünvanlı dövlət sosial yardım çıxarkən ən birinci çıxan, ilk çıxdığınız, son etdiyiniz müraciətdir. Onun üzərinə vurursunuz və açılan pəncərədə isə burada artıq sizin göndərdiyiniz sosial yardımın status bölməsində statusu yazılacaq. Əgər təyinata namizəddirsə təyinata namizəd yazılacaq, qurumlararası yoxlanış mərhələsindədirsə qurumlararası yoxlanış mərhələsi yazacaq. Və yaxud da ki, təyinatdırsa təyinat yazacaq. İmtinadırsa imtina yazacaq. Yəni buradan bu şəkildə girib öz göndərdiyiniz sənədin statusu barədə məlumat əldə edə bilərsiniz. Dostlar, bundan əlavə əgər kimlər ki sosial yardıma sənəd göndərmək istəyirsə, xüsusən də məsələn fevral ayında axırıncı ayın alacaq vaxtı bitənlərədir mənim buradan sözüm. Yəni hazır sənədləri olan insanlar bizim TikTok səhifəmizə daxil olub bizə yaza bilərlər.
TikTok səhifəmiz var. Burada görürsünüz sosial xəbərlər. Sadəcə axtarış bölümünə TikTokda sosial xəbərlər yazırsınız. 33.300 nəfərlik bir səhifədir. Qırmızı rəngdə də sosial xəbərlər yazılıb. Həmin səhifəyə sosial yardımla bağlı müraciət edə bilərlər. Sosial yardıma müraciət üçün sadəcə və sadəcə olaraq cüzi miqdarda məbləğ alınır və sosial yardımınız sistemə daxil edilir. Sosial yardıma kimlər müraciət etmək istəyirsə, sosial yardımla bağlı kimlərin sualı varsa, burada YouTube'da bu videonun rəy bölməsində də yaza bilər və yaxud da ki, bizim TikTok hesabımıza gələrək, sosial xəbərlər TikTok hesabına gələrək orada direktdə yaza bilər. Sənəd göndərmək istəyənlərə əlaqə nömrəsi veriləcək. Həmin nömrə ilə əlaqə saxlayaraq sənədlərinizi bizə etibar edə bilərsiniz. Bizim də YouTube'da sosial yardımla bağlı 100'ə yaxın videomuz var. Bundan başqa digər kanalımızda da həmçinin var. Yəni sosial yardım sənədinin sistemə daxil edilməsidir, sosial yardım sənədinin yoxlanılmasıdır. Sosial yardımla bağlı bir çox problemlərlə bağlı bütün videolarımız demək olar ki, YouTube səhifəmizdə var.